Uşaq dərsi başa düşür, amma yadında saxlaya bilmirsə, ona hansı vitamin verməliyik? Ümumiyyətlə, yaddaş beyindəki neyronların bir-biri ilə əlaqə qurması ilə yaranır. Bu əlaqələrin ən vacib tikinti materiallarından biri isə omega-3-dür. Omega-3-ün tərkibindəki DH maddəsi beyin hüceyrələrinin divarını elastik edir və onların arasında siqnal ötürülməsini sürətləndirir. Omega-3 az olanda beyin qidalana bilmir. Nəticədə uşaq tez unudur, oxuduğunu yadında saxlaya bilmir və diqqəti tez dağılır. Digər vacib maddəmiz D vitaminidir. Deməli, D vitamini beyin hüceyrələrinin işləməsini və diqqəti dəstəkləyir. Az olanda uşaq tez yorulur və öyrəndiyini yadda saxlaya bilmir. Övladınızın beyin sağlamlığı üçün mənim sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Norveç istehsalı Easy Fish Oil məhsuludur. Niyə bu məhsul? Çünki tərkibində omega-3 ilə yanaşı D vitamini də var. Bilirsiniz ki, D vitamini yağla birlikdə sorulur. Easy Fish Oil məhsulundakı omega-3 yağı D vitamininin effektliyini artırır. Məhsulun digər bir üstünlüyü çeynənilən jelatin tablet şəklində olmasıdır. Sirop şəklində olan balıq yağı oksidləşmə getdiyi üçün tez xarab olur. Easy Fish Oil isə çeynənilən jelatin tablet şəklindədir. Yəni hava ilə təmasda olmadığı üçün hər dəfə istifadə elədiyinizdə ilk günkü təzəliyini qoruyur. Həmçinin meyvə aromalı olduğu üçün uşaqlarınızın sevə biləcəyi bir daddadır. Norveç istehsalı Easy Fish Oil balıq yağını bütün apteklərdən əldə edə bilərsiniz.